Ramin müəllim, inflyasiyanı nəzərə alıb verdiyi borcdan artığını tələb etmək günahdırmı? Bəli, tələb eləmək və yaxud da qabaqcadan şərt qoymaq günahdır. Çünki borcun əsas şərtlərdən biri odur ki, borc necə götürülüb, belə də alınmalıdır. Necə götürülüb, belə də alınmalıdır. Yaxşı, inflyasiya da nədir bizdə? İnflyasiya müəyyən bir məhsulların qiyməti qalxır. Sən deyirsən ki, artıq bu məsələn məbləğ dəyərini itirib. Yaxşı, bəs deflyasiya olsa necə? Onda gərək az qaytarsın sənə. Düz gəlmir. Yəni bunu bağlamaq olmaz. Bir də ki, o anlayış özü yəni nisbidir. Bəzi məhsullar ola bilsin ki, qiyməti düşsün, hansı ki sənə lazımdır və o burslar qalxsın. Ona görə düzgün deyil və bu fayda verir. Borcdan faydalanmaq artıq bu borcu riba edir. Hətta alimlərdə bir qayda var. Onlar sələflərdən rivayət olunur, bəzi sahabelərə nisbət olunur bu söz, bu qayda. Deyir, kullu qardin cərra nəf'an fəhu riba. O borc ki, xeyir gətirir, o ribadır. Hər borc hansı ki, xeyir gətirir, o ribadır. Və lakin sən nə edə bilərsən? Nə məsləhət edə bilərəm bu adama? Birincisi, o valyuta ilə ona ver borcu ki, hansı ki, daha stabildir. Məsələn, ola bilsin sənin ölkəndə daim dəyişir. Ver onu məsələn dollardır. Və yaxud da ver qızılda borc onu. Ki, o həmin məbləğdə sənə qaytarsın. Və həmçinin dəlillərdən nədir? Peyğəmbər sallallahu əleyhi və səlləm vaxtında da qızıl qalxıb düşürdü. Ola ki, heç kim demədi ki, sən qızılı verdin, biz baxacağıq inflyasiyaya, müəyyən məhsulları baxacağıq, qiyməti qalxdı, düşmədisə, səni daha çox qaytaracağam ya daha az qaytaracağam. Yəni eləyə bilərdilər onu. İnflyasiya həmişə olub. Həmişə yəni müəyyən bir məhsullar qiymətləri görsən qalxır ya da düşür. Ona görə bu onu göstərir ki, eləmək olmaz. Bu ikinci məsələ. Üçüncü məsələ bəzi alimlər qeyd edirlər ki, məsələn böyük inflyasiya olubsa, çöküb məsələn. Həmin bu pul çöküb tam. Vacib kimi yox, amma sənin üçün imkanın varsa yaxşı olardı ki, borc kimi yox, elə bir ki, öz müsəlman qardaşına kömək kimi qaytaranda artığını qaytarasan. Aydındır? Lakin vacib deyil. Məsələn, tutaq ki, sən 100.000 dollar götürmüsən, dollar çöküb, olub məsələn, o 100.000 heç nə. Sən qaytaranda onu, məsələn, çox qaytarsan daha yaxşı olar. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm hədislərin birindən deyir ki, sizin ən xeyriniz o kəsdir ki, borcu qaytaranda daha çox qaytararsan, daha yaxşı qaytararsan. Hətta adi inflyasiya olmasa da. İnflyasiya olmasa da o sünnədir ki, deməli sən qaytaranda ya daha çox qaytararsan, ya həmin şeyin daha yaxşısını verərsən ona ki, bu daha xeyirlidir. Daha xeyirli. Lakin şərtsiz. Nə şərt qabaqcadan olmalıdır ki, sənə daha çox qaytaracağam və nədir ki, tələb olmalıdır sonra. Mənə verməlisən daha çox. Aydındır? Allah